Yeni mexanizmin məqsədi müəllimin saat 6-ya qədər məktəbdə qalması demək deyil. Bölgə TV xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev İTV-nin diqqət mərkəzində verilişində deyib. O bildirib ki, məqsəd həm də müəllimin daha geniş fəaliyyət imkanlarının olmasıdır. Hazırda tam ştatlı müəllim anlayışı yalnız 30-36 saatlıq həftəlik iş yükü kimi tənzimlənir. Amma konkret mexanizm yoxdur. Biz isə bu işi real 30-36 saatlıq iş modeli kimi görürük. İdman müəllimi məktəb turnirlərini təşkil edə bilər. Bu fəaliyyətlər hazırda faktiki olaraq edilir. Amma ödənişsiz edilir. Məsələn, idman müəllimi məktəbdə turnir keçirir, amma biz bu işə maaş vermirik. Niyə? Çünki onun iş saatı yalnız dərs yükünə hesablanır. Yeni modeldə isə bu fəaliyyətlərə görə ödəniş ediləcək. Daha ətraflı video materialda. Mən çox təəssüf edirəm ki, bizim müxtəlif sosial media və ənənəvi mediada olan insanlarımız da yenirəm. Məsələn, mahiyyətini qoyub, yəni bu boyda islahatı, bu qədər təhlili müəllimlər indi saat 6-ya qədər işdə qalacaq kimi təqdim etmək, yəni çox üzr istəyirəm də, yəni bilməm bunu hansı sözlə ifadə eləsəm daha düzdür, amma məsələnin mahiyyəti, nazirlik niyə görə müəllimlər saat 6-ya qədər işdə saxlasın? Yəni bu bir fikir söyləyəndə onun arxasında bir məntiqi də ortaya qoymaq lazımdır. Məntiq bundan da ibarət deyil ki, müəllimlər 6-ya qədər işdə qalacaq. Yox, biz deyir, müəllim olsa səhər saat 8-də işə başlayır da, müəyyən mənada, bəlkə də tez. Təklif budur ki, müəllim tam ştatlı müəllimdir deyəndə, bu 30 və ya 36 saat, tənzimləmə sənədi elə yoxdur, hüquqi baza yoxdur. Biz bunu 30-36 saat həftəlik iş yükü kimi görürük və deyirik ki, bu müəllimin, yəni baxın bizə bu hansı imkanlar yaradır. A. Müəllim 18-24 saat dərs deyir. 18-24 saat dərsindən əlavə bir müəllim uşaqlar üçün nə edə bilər, məktəb üçün nə edə bilər, tədrisin keyfiyyətinin artırılması üçün nə edə bilərsə, yəni başqa müəllimin dərsini dinləyə bilər, ona tövsiyələr verə bilər, nisbətən verə bilər, əgər bu çox yaxşı müəllimdirsə. Uşaqların hansısa məktəbdən kənar fəaliyyəti ilə bağlı metodoloji tövsiyələr hazırlayıb, onu icra edə bilər. Azdırmı bizim müəllimlərimiz hansı ki, öz dərs saatlarından əlavə vaxtda uşaqlar üçün müsabiqə edirlər, uşaqları müxtəlif yarışlar aparırlar. Olimpiyadaya hazırlaşdırırlar. Olimpiyadaya hazırlaşdırırlar. Və yaxud məsələn, söhbət yalnız riyaziyyat fizika müəllimindən gedir. Baxın, məsələn, bədən tərbiyə müəllimidir. Məktəbdə bir turnir eləyir, misal hansısa bir idman növü. Onun indi biz əmək haqqısını ödəyirik mi? Yox. Niyə? Çünki iş saatı yoxdur. Burada ödəyəcəyimi, bəli ödəyəcəyik və biz deyirik ki, əgər biz bu vaxtları ödəməyə başlayırıqsa, bu Azərbaycan təhsili üçün pisdir yoxsa yaxşıdır? Məncə yaxşıdır. Yəni, təsvirinci sənət müəllimi hansısa sərgilər keçirdir, hansısa o sahədə istedadı olan uşaqlarla daha yaxşı işləmək üçün hansısa bir fəaliyyətlər təklif edir və onları icra edir. Pisdirmi? Xeyr. Summativ testlər, valideynlərlə görüşlər. Baxın, bizim məktəbimizin, yeni deyirəm, müəllimi bunu eləmək üçün suallar var ki, yaxşı, bəs müəllim bunu eləyəndə o infrastrukturumuz var. Mən deyirəm, A, bəli, bizim 20 min müəllimimiz üçün infrastrukturumuz təbii ki var. B, bizim il yarım buradan 2030-cu ilə qədər də nə azına çox düz 5 il vaxtımız var. Və biz ilə 50-100 məktəb dükan qurumuq. Yəni 20 min müəllimə biz iş şəraiti yarada bilməliyik, siz yəni bu boyda islahat edirik. Yəni bu mənada yenə də detallara əsas, təbii ki, infrastruktur yaradılmalıdır. Təbii ki, müəllim öz iş yeri ilə qürur duymalıdır, öz iş yerinə gəlməyə həvəsi olmalıdır. Məsələ bundan ibarətdir. Və sonda, yəni dediyim kimi, burada mən detallar burada yazılıb ki, əlavə olaraq dediyimiz, yəni müəllimdir, nümunə verirəm. Həmin məktəbdə tutaq ki, saatların 18 saatını buna veririk. O bir saat müəllimlər də qalır. Yəni bundan əvvəlki slayda siz zəhmət olmasa qayıtsaq, görürsünüz, burada da qrafik olaraq da bizdə yəqin ki, göstərəcəklər bizə. Baxın, yəni tam ştatlı müəllimlər hələ də müəllimlərin bu əksəriyyətini təşkil etmir bu modeldə. Bu bir pilotdur. Yəni biz deyirik heç olmasa 20 min müəllim. Yəni 110 min müəllimdən, 120 min müəllimdən, yəni 6 müəllimdən biri. Digərləri yenə sadə hesabı davam edir. Niyə? Çünki axı biz bütün sistemi də, kiçik məktəbləri biz buna keçirdə bilməyəcəyik yəqin ki. Söhbət böyük məktəblərdən gedir. Yəni bizim istədiyimiz budur ki, şərti olaraq da məsələn hansısa Bakının, Sumqayıtın, Gəncənin və yaxud digər bölgələrimizin böyük sayılı 500 nəfərdən çox olan məktəblərində bir nəfər fizika müəllimi, hansı ki çox savadlıdır, öz işini bilir, artıq 2 dəfə sertifikatlaşmadan keçib və o razıdır ki, onun öz razılığı da çox əhəmiylidir. O istəyir ki, o səhər saat 8-dən şərti olaraq gün ortaya qədər, saat 4-ə qədərmi, 5-ə qədərmi, söhbət bunun 6-ya qədər olmasından getmir də. Həm dərsini desin, həm də həmin məktəbin ümumiyyətlə fizika tədrisinə bir məsuliyyət daşıyan adam olmalıdır. Bu fizika müəllimi olmalıdır. Yəni mahiyyət etibarilə A, müəllimlərin rifahının, əmək haqqısını qaldırmağın mən səmimi olaraq başqa yolunu görmürəm. B, bizim burada yanaşmamız bundan ibarətdir ki, bu müəllimin iş şəraitini yaxşılaşdıracaq, müəllim iş peşəsinin dəyişəcəkdir. Yəni bu
Yenə bu məsələnin yəni burada gözləntilərimiz də ondan ibarətdir ki, sonda tədrisin keyfiyyəti yaxşılaşacaq.